üzərində çox külək var. Külək də qoymur. Ümumiyyətcə gəlib baxar da, amma yenə əziyyət verir. Görə də bugünkü səfərim başqa bir yerədir. Təxminən 5-6 dənə çoban idi. Yaxınlaşdılar və sürücülər getdilər. Yolumuz davam edir. Qobustan, Palçıq vulkanları, turizm kompleksi. Belə bir yer var, ora gedirik. Haradasa qabaqda görünür, dağların ya üstündədir, ya ətəyindədir, bilmirəm. Onu bilirəm ki, xeylə yol getməlidir. Biraz bundan qabaqda üstümə təxminən 5-6 dənə çoban iti düşdü. Yaxşı ki, qorucu var məndə, onları qovmaq üçün. Yoxsa yəqin məni parçam görürlər. Yəni, hiss elədim ki, elə-belə gəlməmişdir. Ancaq girişə bilmədilər, qayıtlar getdilər. Çünki itlər insanın üzündə qorxunu hiss eləyirlər. Mən də çalışıram o qorxunu onlara göstərim. Yolumuz davam edir. Asfalt yoldur. Yəni, asfalt özünü apar ora çıxardacaq. Amma yəni, o da ağaçmalıyım. Qarşıda gördüğünüz ağaçmalıyım. Belə bir səhralıqda, düzəngahda su. Davam edir. Qobustan, Palçıq vulkanları, turizm kompleksi. Belə bir yer var, ora gedirik, yolumuz oradır. Qarşıda gördüğünüz belə bir dağ var. Bu dağı aşmalıyam. Dəqiq bilmirəm ondan o tarafa nə qədər yoldur. Onu bilirəm ki, bu dağ aşılmalıdır.
çata biləcəm. Ola bilsən oradan da xeyli yol getdim. Dəqiq bilmirəm, amma əsas mənim çətinliyi bu dalaşmaqdır. Düzdür, bura kimi də onsuz da rahat yol gəlməmişim. Ağzı padyoma, küləkdəki birbaşa üzərimə vurur. Ona görə sürməyə o yana dursun, bir yana getmək də çətindir. Devam edir. Qobustan Palçı vulkanları turizm kompleksi. Yolum oradır. Şöyle bu təpəni aşandan sonra yolum məlum olacaq. Demək olar ki, gəldiyim yerin ən uzun zirvəsinə çatmışam. Yolumuz davam edir. Uzaqda gördüyünüz Qobustan qəsəbəsidir. Ondan arada Xəzər dənizi. Dağın ən uzun zirvəsinə gəlib çıxmışam. Çətinliklə də olsa yolumda Qobustan qəsəbəsindən o yana dağlarda Palçıq vulkanları turizm kompleksi belə bir yer var, oraya gedirəm. Çox çətin bir səfərdir. Saat yadımda üçün neçə saatdır yol gəlirəm. Yəqin 2 saatdan çox olar. Axı gördüyünüz yollar, dağlar, onlar aşmışam. Qarşıdakı zirvədən sonra da yolum məlum olacaq. Hələ satmamışam, bilmirəm nə qədər yolum qalıb. Yolumuz davam edir. Qobustan Palçı vulkanları. Sən arada dağın ətəyində. Yolumuz davam edir. Qaradağ rayonunun dağları. Palçıq vulkanları turizm kompleksi. Belə bir yer var. Qobustan qəsəbəsindən təxminən yox, elə dəqiqə 21 kilometr aralıqda yerləşir. 2 dənə dağ aşmışam. 3-cü dağın üstündə olmalıdır. Yəni belə baxanda görsənir, yəqin ki olur. Çünki bu yandan bundan o yana üzü Şamaxı, Qobustan rayonudur. Yəqin ki olar. Yolumuz davam edir. Uzaqda gördüyünüz dağlar aşıb gəlmişəm. Bu da mənim axırıncı padyom olmalıdır. Bundan o yana Qobustan Palçıq vulkanları turizm mərkəzi. Belə bir yer var. Çox çətinliklə gəldim, çıxdım. Həyatdan narazılıq edim ki, küləkdə sürmək olmur. Amma indi baxıram ki, bu cəhənnəmə ancaq belə küləkdə sürmək olar ki, sərin olsun, heç olmasa biraz sərin yəsən. Yoxsa ümumiyyətcə nəfəsim kəsilərdi. Çox isti bir yerdir. Demək olar cəhənnəmdir.
devam edir. Qarşıda bir çətin palyon var. Çox dikdir. Biraz əziyyət verəcək mənə buranı qalxmaq. Bu dağın üstündə, daha doğrusu o yanda Palçıq vulkanları olmalıdır. Belə bir yer var. Turizm kompleksi ilə Qobustan. Yolum oradır. 2 saatdan yuxarıdır. Bəlkə də 3 saatda yol gəlirəm. Bu mənim 3-cü dağdır demək olar ki, aşdığım. Bu mənim belə naxırıncı olmalıdır. O yandan sonra onsuz da yeri yoxdur. Qalxa bilməyəcəm. Yolumuz devam edir. Burada gördüğünüz 19 işarəsi bu kilometrajdır. 19 nə deməkdir? 19 o deməkdir ki, mənim bu dağlarla 19 kilometr velosiped sürmüşəm. Yəni bu işlərin dağı aşmaq şərti ilə. Getmək istədiyim yerə isə 21 kilometrdir. Haradasa deməli 2 kilometrim qalır. Hali yerdə bu 19 kilometr heç nədir mənim üçün. Ancaq 19 kilometr dayanmadan dağlara çıxmaq özü isti bir yerdir. Cəhənnəm də demək olar ki, çətindir. Yəni o aşıb gəldiyim dağlar, uzaqda görürsən dağlar. Həmən o dağları aşıb gəlmişəm, bura çıxmışam. Buradan bəlkə də yaxşı görsənmir. Dağlarda 2 dənə dağ görsənir. Bax, 2 dənə dağ aşmışam. Bax, 3-cü dağ da budur. Bax, onun da tam zirvəsindəyim. Onun da arxasında həmən o Palçıq vulkanları, turizm kompleksi. Bir yer var orada. Yəni elə belə yer deyil, turistlər burada çox gəlir. Burada tam yəni kimi yox. Normal vəziyyətdə maşınla gəlirlər, görürlər. Qobustan, Palçıq vulkanları, belə bir yer var. Gələ baxır ki, çıxdım bura. 21 kilometr dağlarla çətin bir yol gəldim. Amma çətinlik də olsa gəlib çıxdım bura. Düzü inanmam yox idi, çox çətin yol idi. Amma bayağı şikayət vardım. Betər də olsa gəldim çıxdım. Velosipedi burada qoyacaq. Buradan ona velosipedi buraxmırlar. Gedək, baxaq görək nəyə baxaq. Palçıq vulkanları, turizm kompleksi. Belə bir yer var. Oraya gəlmişəm. Qobustan, Palçıq vulkanları, turizm kompleksi. Qobustan,
Palçıq vulkanları turizm kompleksi. Palçıq vulkanları, Qobustan. А сейчас они такие все? Да, да, да. If I actually fall to this, I would die. Uşaqlar, ehtiyatlı olun. Nerede de koyundu? Sen ne bilirsen? Ben böcüm açız bildim. O zaman Qobustan, Palçıq vulkanları turizm mərkəzi. Смотри, место-то какое, ходовое. Qobustan, Palçıq vulkanları turizm kompleksi. Belə bir yerdir. Gördüyünüz kimi gələnlər də çoxdur, ancaq bunlar demək olar ki, hamısı xaricilərdir. Bir dənə Azərbaycanda danışan görmədim. Ancaq xaricilərdir gələnlər. Elə belə birinci ilə kassa da elə bilirəm, mən də xariciyəm, velosipedə görə. Amma sonra başa saldım ki, yox. Adi bir Azərbaycan vətəndaşıyam, dostu səyyaham, gəzirəm. Çox çətinliklə gəldim, çıxdım bura. Düzdə çox əziyyət çəkdim. Amma yadda qalan bir yerdir. Yəni, belə yer deyil. Əziyyətə dəyər. Belə bir maraqlı yerdir bura. Ancaq heyvanların skeletləri.
Qobustan qəsəbəsi, Qaradağ rayonu.